Salam. Bugün səninlə birbaşa Rams Parkdayıq sanki. Galatasaray Sivaspor oyunu var ha. O 4-1 hesablı. Bax, onun dərinliyini enirik. Salam. Bəli, çox danışılacaq məqamları var idi oyunun. Nəinki danışılacaq, yəni o atmosfer, qollar. Gəl başlayaq görək nələri qaçırmışıq, ya nələr xüsusi diqqət çəkib, bu mənbəni oyunu təhlil edək. Məncə də. Çünki 4-1 ilk baxışdan rahat qələbə kimi görünə bilər, amma detallar çox şey deyir. Elədir. Elə oyunun başlanğıcı. Hə. Yunus Ağün topu super saxladı, elinə bir ötürmə verdi, top gəldi Torreira'ya və... Gol. Yenə Torreira. İnanılmazdı bu adam. Ay sağ ol. Yenə Torreira. Mən deyirəm bu orta sahə oyuncusu deyil, gizli forvetdir resmən. Mövsümdə 5-ci qolu oldu. Bəli. Fiorentina'dakı o məhsuldar dövrünü xatırlatdı. Dəqiq. Amma bu təsadüfi deyil məncə. Onun cərimə meydançası ətrafına bu qədər yaxın oynaması, yəni taktiki bir şeydir artıq. Necə yəni? Yəni rəqib müdafiəsi daha çox hücumçulara, kənarlara fokuslananda, Torreira arxadan gəlib o boşluqları, necə deyim, çox yaxşı tutur. Özünə inamı da yerindədir. Aydındır, maraqlı yanaşmadır. Amma sonra kim gəldi? Bizim qol maşını. Osimhen. Bəli, Victor Osimhen. Direkdən qaydan top sakitcə tamamladı 2-0. Çox soyuqqanlı idi, həqiqətən. Təcrübə başqa şeydir. Və bu onun liqadakı 23-cü ümumilikdə isə 32-ci qoluydu. Karyera rekordu bu adam üçün. Rekord gecəsi idi onun üçün. Dəhşət bir mövsüm keçirirdi. Tribunlar da onu ayaq dalğışlayırdı. Hiss olunurdu o enerji. Düzdür. Bu qədər qol vurması komandanın ona nə qədər güvəndiyini də göstərir, amma bir tərəfdən də bir sual yaranır. Görəsən, komanda ondan çox asılı deyil ki. Bax, bu da bir düşüncə mövzusu. Amma qollar dayanmırdı axı. Barış Alper Yılmaz. Barış. Müdafiədən qaydan topu aldı, çəkdi soluna, vurdu və top qapıda. 3-0. O sevinci görməliydin. Qaçdı birbaşa azərkeşlərə. O enerji, o pressing. Bax, bu qol təkcə fərdi bacarıq deyil, onun o təzyiqinin nəticəsidir. Topu qazanması əsas məsələ idi orada. Həqiqətən, komandanın da ruhunu qaldırdı o qol. Əlbəttə. O cür qollar çox önəmlidir. Və 4-cü qol. Yenə kim? Yenə o. Osimhen. Bəli. Bu dəfə Salah'ın əla asisti ilə soldan gətirdi, verdi, Osimhen də 4-0 etdi. Gözəl kombinasiyaydı. Salah'ın da töhfəsi böyük oldu o qolda. Deyəsən, Jardel'in rekordu hələfdədir artıq. Bu adam dayanan deyil. Baxaq görək. Amma 4-0 olanda çoxları dedi ki, oyun bitdi. Mən də elə düşündüm. Amma Sivaspor təslim olmadı. Və Rey Manar. Of, o qol. Necə vurdu onu? Çox çətin mövqeydən, çarpazdan, demək olar 0 bucaqdan. Fantastik bir